Salam gözəl və baxımlı xanımlar, xoş gördük hər birinizi mənim YouTube kanalımda. Mənim adım Süreyya Farzəlayevdir. Burada mövzu kosmetika, makyaj, saç, baxım, qulluq, gözəllik və ümumiyyətlə qadınlara aid olan bir çox şey. Əgər maraqlıdırsa səhifəyə abunə olun, zəng düyməsinə klik edin ki, hər bir yeni çıxan videodan xəbərdar olasınız. Bu videoya like qoyun, bu videonun altında şəhərlərinizi yazın. Həmçinin məni Telegram kanal vasitəsilə də izləməyi unutmayın. Gəlin başlayaq. Bugün isə bizim mövzumuz bitən vasitələrdir. Mən bu məhsulları istifadə edirəm, bitirirəm, qablarını tullamıram və onlar haqqında fikirlərimi ya Telegram kanalında bölüşürəm və ya burada sizlərlə bölüşürəm. İstər dekorativ kosmetikalarda, istərsə qulluq baxım məhsullarında elə vasitələr olur ki, biz onları ikinci dəfə almaq istəmirik və ya əksinə elə vasitələr olur ki, biz onları təkrar yenə və yenə alırıq. Bir sözlə, nələrə pul xərcləməyə dəyir, nələrə pul xərcləməyə dəymir. Çox uzatmadan gəlin başlayaq. Birinci göstərmək istədiyim krem Estee Lauder'dəndir. Estee Lauder Amerika brendidir. Düşünürəm ki, tanımayan yoxdur. Vaseline Smoothie Effect 3 Peptide Face and Neck Cream adlanır. Dediyim kimi gündüz kremidir və tərkibində 15 SPF faktor var, həm də günəşdən qoruyur. Yaşlanma əleyhinə kremdir. Yüz və boyun nahiyəsi üçün nəzərdə tutulub, həm də günəşdən qorumanı təmin edir. Quru və normal dəri tipləri üçün uyğundur. Dərini nəmləndirir, daha dolğun görünüş verməyə çalışır. Həmçinin qoxusu var. Qoxusu məni narahat eləmirdi, mənim xoşuma gəlirdi. Ümumiyyətlə Estee Lauder'dən istifadə etdiyim kremlərin hamısından razıyam. Bunu birinci dəfə istifadə eləmişdim və yenə də razı qaldım. Həqiqətən də quru dərimi yaxşı nəmləndirir. Tərkibində SPF olması da məni məmnun etdi. İkinci olaraq sizə tanıdacağım məhsul dekorativ kosmetikadır. Bu tonal kremdir və Jade brendinə aiddir. Jade isə İsrail brendidir. Estee Lauder Amerika'ydı dedim. Üzərini oxumağa çalışıram. Revitality Hydrating Radiant Foundation. Bunun da tərkibində SPF 50 faktor var. Həmçinin günəş kremidir demək olar. Sözün düzü mən SPF 50 faktor olduğu üçün almışdım bu kremi. Ümumiyyətlə Estee Lauder'dən yox, Jade'dən tonal krem işlətmişəm və razı qalmışam. Buna gəlincə isə bundan da razıyam. Bizə orta örtücülük vəd edir, amma məncə örtücülüyü yüksəkdir. Həcm burada 30 ml-dir, bütün tonal kremlərdən olduğu kimi. Sadəcə olaraq nədir problem? Problem deyil əslində. Mən bu tonal kremi görürəm. Mən bunu vuranda şəkillərdə, videolarda hər şey əladır, mükəmməldir. Amma real həyatda mən onu görürəm. Yəni mən elə tonal kremləri xoşlayıram ki, onu vuranda bilinməsin ki, üzünə tonal krem vurmuşsan. Yəni buna əsaslanıram, buna dayanaraq tonal kremlər almağa çalışıram, seçməyə çalışıram daha doğrusu. Bunu vuranda isə mən onu görürəm. Mən bilirəm ki, mən üzümə tonal krem vurmuşam. Təbii ki, indi bilirəm də, amma necə deyim, mən onu həqiqətən görürəm. Bu pis deyil, xüsusən toya gedib eləyəndə mənim üçün yaxşıdır, çünki o örtücüdür və toya gedəndə əgər ki bilinirsə üzümdə tonal krem var, bu mənim üçün elə də dəhşətli deyil. Məndəki nömrəsi 310 nude'dur. Qısacası bəyəndimmi? Bəyəndim, amma ikinci dəfə təkrarlamaq kimi bir niyyətim yoxdur. Yenə də deyirəm, ona görə yox ki bu pisdir. Sadəcə olaraq yəni əmin deyiləm. Yəni bilinir ki üzünə tonal krem vurmuşsan. Yenə də deyirəm bu pis deyil, bu məni narahat eləmir, amma gündəlik makyajlarda mən tonal krem görünməsini istəyirəm. Bir şey də qeyd eləmək istəyirəm. Mən Jade'nin saytına baxdım. Bu tonal kremin hazırda qiyməti heç 50 manat deyil, yəni 40 neçə manatdır. Əgər elədirsə həqiqətən də almağa dəyər. Amma digər mağazalara baxdım. Orada qiymət hardasa 80-90 manata kimi qalxır. Mən alanda 80-90 manata almamışdım. Mən alanda hardasa İndi hal-hazırda qiyməti 70 manat, amma mən daha aşağı qiymət aldığımı xatırlayıram. Çünki mən bunu qışda almışdım və qış boyu istifadə eləməmişdim. Mən bunu yazda başlamışdım istifadə eləməyə. Söhbət keçən ildən gedir. Ona görə də deyə bilərəm ki, əgər endirimdədirsə almağa dəyər. Yox, əgər endirimdə deyilsə, bilmirəm, əmin deyiləm. Yəni şəxsən mən almazdım. Növbəti tanış eləmək istədiyim məhsul yenə qulluq vasitəsidir. Estee Lauder'dəndir yenə Advanced Night Repair Eye kremidir. Bu gel teksturalı göz kremidir. Bu krem gecə göz baxım kremidir. Əslində bunun qablaşması başqadır. Məndə qurtarmışdı o. Mini versiyalarda məndə həmişə olur. Mən mini versiyalar saxlayıram, çünki xoşum gəlir bu mini qablar. Onları çantaya atıram, özümlə bir yerə gedəndə aparıram. Və yaxud da əgər ki bitibdirsə göz kremi, əlavə olaraq istifadə eləməyə heç nə yoxdursa, hələ ki almamışamsa, o zaman məndə olan mini vasitələri götürürəm, istifadə edirəm. Bu da yəqin ki
oradan qalıbdı qabı məndə. Əsl qablaşması necə olur? Onu da təbii ki, ekranda burada bir yerə yerləşdirəcəm. Amma onu demək istəyirəm ki, mübahisəli məsələdir. Bir çoxları bəyənir, bir çoxları isə puluna dəymədiyini deyir. Yəni qiyməti çox bahadır və qiymətinə görə bir effekti yoxdur deyirlər. Bu barədə bir söz deyə bilmərəm, amma istifadəçi olaraq nə deyə bilərəm? Mən bu tonal kremdən illərdir istifadə edirəm. Demirəm hər dəfə bitdikcə təkrarladığım bir göz kremidir, yox, amma yəni ona qarşı müsbət hisslər bəsləyirəm. Gecə baxımı olsun, gündüz baxımı olsun, mən onu vururam və belə deyək və göz ətrafını nəmləndirdiyini hiss edirəm. Bu super nəmləndirici olmaya bilər. Mən təbii ki, deyə bilmərəm ki, yox, qırışların %100 öhdəsindən gəlir falan filan. Amma ondan istifadə etmək mənim üçün yaxşıdır, rahatdır. Mən onu gecə istifadə edirəm, mən onu gündüz istifadə edirəm, mən onu makyajın altına istifadə edirəm, yəni konsiler altına istifadə edirəm və beləliklə də göz ətrafım gün boyu yumşaq, nəmləndirilmiş qalır deyim, necə deyim bilmirəm. Yəni mən bəyənirəm. İndi sizi bir dənə parfümdən tanış eləyəcəm. Bəh. Gucci-dəndir. Mənim Gucci-dən istifadə elədiyim ilk parfümdür. Artıq Gucci brendi mənə maraqlı gəlməyə başladı. Yəni onun ətirləri mənə maraqlı gəlməyə başladı. Məni özünə çəkir. Mənə elə gəlir ki, əvvəllər Gucci məsələn çəkmirdi məni. Amma indi fikrim dəyişdi. Çünki istifadə elədiyim bu parfüm məni məndən aldı. Mən istifadə edib bitirəndən sonra heyfsləndim ki, kəş mən bunu gündüz vaxtları istifadə eləməzdim. Bunu gecə vaxtları istifadə edərdim. Tam bir gecə parfümüdür. Sərin havalar üçün və axşam görüşləri üçün nəzərdə tutulub. Bunu da deyim, ola bilər bəlkə hansınız üçünsə maraqlıdır. Gucci isə İtalyan brendidir. Gucci Guilty Absolute for Femme adlanır deyəsən. Oxuya bilmirəm, amma şəklini hər zaman ekranda qeyd edirəm ki, maraqlı gəlirsə skrin eləyib, mağazada yaxınlaşıb parfümü test edə bilərsiniz. Qalıcılığı ilə məşhurdur bu parfüm. Həm də boğucu deyil. Yəni mən deyirəm, gərək bunu gecə vaxtları istifadə edərdim, amma inanın ki, o qədər boğucu deyil. Hətta o qədər boğucu deyildi ki, mən elə buna görə də onu gündüz vaxtları istifadə elədim. Mənə gündüzə nə lazımdır? Məni boğmayan parfüm. Yəni bu parfüm tünd də onunla da yanaşı boğmur. Yəni çox tünd də deyil. Necə izah edeyim bilmirəm. Tərkibində nə var, nə yox bilmirəm, amma indi baxıram gilə meyvə, qızılgül və patchouli notları ilə seçilir. Nəysə, bəyəndim mən bir sözlə. Bəyəndim qalıcılığını, qoxusunu, onun universallığını. İstər gündüz vaxtı istifadə elə, istər gecə vaxtı istifadə elə. Amma mənə görə 40 yaş üstü xanımlara, amma yetişkin qadınlara, yəni xarakteri belə güclü olan qadınlara inanılmaz dərəcədə yaraşacaq bir parfümdür. Yəni siz bunu ananıza, sevgilinizə, ciddi xanımlara ala bilərsiniz. Yəni bacınıza fərq yoxdur da. Yəni o qadın ciddi, güclü bir qadındırsa, mənə elə gəlir ki, Gucci-nin bu parfümünü %100 bəyənəcək. İndi yenə qaydırıq dekorativ kosmetikaya, biraz qarışıq göstərirəm. Eyb yoxdur, fərq yoxdur. Bu NYX-dəndir, Lip Pencil. Məndəki nömrəsi 810 Natural. Həqiqətən də naturaldır, amma həqiqətən də dodaqlarda elə gözəl görünür ki, mən alanda qiyməti 10 manat idi. İndi bilmirəm, artıq tullamağa qərara gəldim. Tullamağı qərara aldım. NYX Professional Makeup, mən bilmirəm bu Amerika brendidir, yoxsa Koreya brendidir. Bilən varsa şəhərlərdə mənə də yazsın, çox xahiş edirəm, mən də öyrənmiş olaram. Növbəti məhsul yenə dekorativ kosmetikadır. Bu da NYX Professional Makeup-a aiddir. Bu da göz kremidir. Krem dedim mən. Bu da göz qələmidir və nömrəsi 904-dür. Bu nömrə isə Light Brown adlanır. Həqiqətən də Light Browndur. Yəni açıq qəhvəyi rəngdədir, bej deyərdim. Gündəlik makyajlar üçün nəzərdə tutulubdur. Makyajı yəni çox rəng vermir, çox belə necə deyim, yağlı qələm deyil. Amma bununla yanaşı onu gözlərin içinə tətbiq edirsən və makyaj birdən-birə tamamilə dəyişilməyə başlayır və daha gözəl görünməyə başlayır. Ona görə də bunu çox sevirdim. Amma bu qələmlə gözlərinizin üzərinə işləmək, onlarla ox yaratmaq, ox deyəndə yəni liner nəzərdə tuturam da, başa düşdünüz. Və yaxud da karandaş texnikası ilə işləmək mümkün deyil. Onu sadəcə olaraq gözlərinin içinə vursan və həqiqətən də gözlərdə super gözəl görünür. Bunu da qiyməti səhv eləmirəmsə, o vaxt 10 manat idi. Gözəldir, yəni bax, həqiqətən də əladır. Hər iki qələmdən də razıyam. İndi də biraz bədən üçün bir qulluq vasitəsi göstərim sizə. Good Farm Beauty adlanır brend. Bu da İsrail brendidir. Magnolia və Chamomile, bilmirəm.
Chamomile flower. Bilmirəm bunu necə oxunur düzgün. Nəsə bu çoban yastığı deməkdir. Smooth skin, soft and shiny. Belə refreshing body exfoliator. Bu exfoliator nədirsə deyəsən o scrubla gelin ortası kimi bir şeydir. Bilmirəm, əgər bilən varsa yazsın. Çünki məndə də Neutrogena'dan bir üzümə geli var. O da məhz exfoliator adlanır. Amma o scrub deyil. Geldi, amma həm də scrub kimidir. Yəni konkret scrub deyil də. Yəni məncə scrubla gelin birləşməsidir. Səhvim varsa düzəldin. Həcm 225 ml-dir. İlahi, o necə gözəldir. O necə gözəldir. Mən də bitibdi. 2 dəfə istifadə eləmişəm bundan. Mağazada başqa növləri də var idi. Bunu yeri gəlmişkən birinci dəfə istifadə eləmişdim. Yəni sonra xoşuma gəldi. Yenə bundan aldım. İndi mağazada baxıram, orada başqaları var. İnanın ki, heç maraqlı gəlmir. Heç gedib qoxlamaq belə istəmirəm ki, bəlkə xoşuma gələcək və başqa birini almaq istəyirəm. Görürəm ki, bundan yoxsa bu yaşıl olan variantı. Almıram, heç yaxınlaşmıram da. Məndə o qədər dərin izlər buraxıbdı. Qoxusunu sevirəm. Bax, deyildiyi kimi həqiqətən də dərini şan eləyir, parlaq eləyir. Dəriyə yumuşaqlıq verir. Nəyi vəd eləyirsə, onu həqiqətən də verir. İkinci dəfə, üçüncü dəfə, beşinci dəfə, 10-cu dəfə alaramı? Yenə də alaram. Qiyməti münasibdir. Qiyməti münasibdir, keyfiyyəti əladır, qoxusu məndən alır və duşdan sonra da bir müddət, uzun bir müddətdə yəni qoxusu qalır ha. Yəni elə o dəqiqə keçib getmir. Ona görə də mənə yəni ləzzət edir, sevirəm. Yenə də alaram. Gəlin mən sizə ən sonuncu məhsulu göstərim. Bu gün olan ən sonuncu məhsul. Şampun Natural, bilmirəm də indi ingilis dilində. Mən natural deyəcəm. Natural Formula Professional. Bu da buruq saçlar üçün nəzərdə tutulmuş şampundur. Curls Intense Shampoo. İsrail brendidir. Qiyməti hardasa 15 manatdır. Neçənci dəfədə istifadə edirəm. Yəni artıq xatırlamıram. Yəni keratindən çıxandan sonra bu şampundan istifadə edirəm. %100, 100% bəyənmirəm, amma pis deyil. Onlar elektrikləşməni və qabarmanı azaldır. Saçların nəmlənməsinə kömək edir və buruqların daha müəyyən görünməsini dəstəkləyir. Bitibdi, yenidən alaramı? Alacağım. Çünki daha yaxşısını tapmamışam. Daha yaxşısını tapana qədər yəqin ki alacağım. Və münasib qiymətdə əgər ki tapsam alacağım. Çünki bahalı şampunlar mənə sərf eləmir. Mən onları bir gündən yuyuram. Üzü yaya gedir, çox bir makyaj gün yuyacağım və əlbəttə ki bahalı şampunlar mənə biraz sərf eləməyəcək. Bax belə. Bitirdik. Bugün sizi nə az nə çox 8 ədəd məhsulla tanış eləməyə çalışdım. Əgər videonu bəyəndinizsə, çox xahiş edirəm ki, bu videoya like qoyun və şəhərlərdə fikirlərinizi mənimlə bölüşün. Əgər baxım, qulluq, gözəllik, saç, makyaj, ümumiyyətlə bunların hamısı ilə maraqlanırsınızsa, kanalıma 100% abunə olun. Zəng düyməsinə də klik edin ki, yeni video çıxanda xəbərdar olasınız. Telegram kanalımda da məni izləməyə dəvət edirəm. Orada da əlbəttə ki, kosmetikalar, parfümlər haqqında paylaşımlar olur. Həmçinin özüm oluram, öz şəkillərimi, öz makyajlarımı, kosmetikaları paylaşıram. Gəlsəz, çox xoş olar mənim üçün. Məncə siz də bəyənərsiniz. Mən isə sizi öpürəm, qucaqlayıram. Sağ olun.